telefonumu söndürmək şansım yoxdur. Yəni mən yatıramsa da telefon qulağımın dibində və birinci zəngdən mən onu qaldırıb cavab verməliyəm. Həkimlərin ən çox gecə yuxusuz qaldığı anlar hansılardır? Xüsusən mən gənc yaşlarımda gecə növbələrinə çox qalardım. Bu çox gərgin olurdu. İndi bu iş daha gənc cərrahlara buraxılır və biz belə deyək, evdən növbətçilik icra eləyirik. Mən rəhbərlik elədiyim şöbədə hər nə baş verirsə məsuliyyət daşıyıram. Ona görə telefonumu söndürmək şansım yoxdur. Yəni mən yatıramsa da telefon qulağımın dibində və birinci zəngdən mən onu qaldırıb cavab verməliyəm. Bu insanı daim gərginlikdə saxlayır deyə bilərəm.